versin. O balalarınızı gözünüzə işıq olsun. Əziyyət çəkmişsiniz. Valla bilmirəm nə deyim. Çox onsuz neçə vaxt istəyəm. Danışa bilmirəm. Üzülü sayılır. Allah səbir və dözüm versin və şəhid xanım olmaq həqiqətən də çox çətin, məsuliyyətli və ağır bir seçimdir. Ancaq o seçimin də arxasında qəhrəman həyat yoldaşı kimi möhkəm dayanmaq hər qadına nəsib olmur. Bizim el səfərimiz şəhidimizin elə özünə layiqli həyat yoldaşıdır ki, bugünkü gündə ondan qalan əmanətləri onun istədiyi kimi böyütməyə çalışır. Bütün həyatını övladlarına həsr edən xanımlarımızdan biridir. İstəyərdim ki, Elsəvər də bir keçənlər ürəyindən keçənləri paylaşsın bizimlə. Mən də əvvəla sağ ol deyirəm sizə, gəlmişsiniz, əziyyət çəkmişsiniz, uzun yoldan gəlmişsiniz. Ruslan haqqında əslində deyiləcək çox söz var. Yəni, danışmaqla qutarası deyil. Yəni, çox yaxşı xatirələr var, düzdür. Əvvəllər o üzümüzü güldürən o xatirələr, bugünkü günü biz onu kədərli hisslərlə xatırlayırıq. Amma ki, fəxrlə xatırlayırıq onu. Fəxrlə xatırlayırıq. Ruslan yaddaşımızda bir qəhrəman ata kimi, yaxşı ata, yaxşı həyat yoldaşı, yaxşı evlad, hər tərəfli də, hər tərəfli Ruslan həqiqətən elə bil ki, Allahın seçilmiş bəndəsi idi, seçilmiş insan idi. Necə deyirlər ki, şəhidlik hər insana qismət olmur. Həqiqətən də Ruslan Allahın sevimli bəndəsi idi ki, o şəhidlik ona qismət oldu. Müharibə gedən vaxtı hələ o təlimlərdə olurdular, kəndə bura gəlirdi arada. Mama deyirdi ki, Ruslan deyir ki, belə döyüşləri səbirsizliklə bir. Biz evdə də danışırdıq bu haqda. Mama ilə danışanda mən deyirdim ki, yəni inşallah ki, evladım dünyaya gələcək. Bəs onlar qayıdıb deyir ki, bəs mama şəhidlik hər adama qismət olmur. Heç mənə elə şəhidlik qismət olsun. Bu həyatdan şəhid kimi köçürüm. Yəni 16 illik əziyyət, təyinatlı olmaq asan iş deyil. Onların işi həqiqətən çox çətin idi. Yəni onların o çətinliklərini biz görürdük. Biz də o həyatın içindəydik, o ağır şəraitdə biz də onun bir hərbiçi ailəsi kimi biz də yaşayırdıq o çətinliyi. Və o nə qədər bu çətin həyatda həyatdan köçəndə bir iz buraxmaq üçün ki, yaddaşlarda qalsın, xatırlansın, əbədiyyətə qovuşsun. Yəni ona görə həmişə istəyir elə həyatdan köçəndə də bir şəhid olaraq köçsün. Bizim evdə 20 yanvarda, Xocalı soyqırımının il dönümündə bizim evdə inan ki, elə bir sükut olurdu ki, biz sanki o günləri təzədən yaşayırdıq. Biz otururduq ekran qarşısında o uşaqlara 20 yanvardan, Xocalıdan söhbət açırdı, olanlardan ki, bax, millətimizə, dövlətimizə qarşı edilən bu haqsızlıqlar nə vaxtsa biz onların qisasını alacağıq. Yəni, Ruslan o qədər içində o şey var idi ki, o qisas hissi. Həmişə deyirdi ki, tək elə müharibə olsun. Mən elə o günün səbirsizliyini gözləyirəm ki, müharibə olsun. Mən bu neçə il içində yığılan bu nifrətin, bu şeyi mən qisasını ala bilim. Yoxsa mən rahat ola bilmərəm. Öz komandirinlə yazışması hələ də durur. Orada yazıb ki, inşallah ki, müharibə başlasın. Səbirsizliklə gözləyirəm Kəlbəcərə girməyi. Mənim ən böyük arzumdur ki, mən Kəlbəcərə girim. İnşallah biz hamımız vətən müharibəsinin elə qəhrəmanı olarıq. Bu müharibənin hamımız qəhrəmanı olarıq. Balalarımız da bizdən fəxr edir. Bu sözlər hələ də durur. Yəni onun yazışması hələ də durur ki, balalarımız da hamımız qəhrəman olarıq. Başımıza papaq qoya bilərik. Balalarımız da bizimlə fəxr edir. İnanın ki, o son vaxtlar biz Cəlilabadda yaşayırdıq əvvəlcə. Oradan Xızıya sonra göndərdilər. Yəni orada gələndə o deyirdi ki, mən 2016-cı ildə həmin o aprel döyüşlərində iştirak eləmişdi Ruslan. Orada da çox böyük qəhrəmanlıqlar göstərmişdi. İndi deyir ki, mənim işim elədi ki, sənimlə bizi aldatmış.
O bizə heç nə deyim. Müharibədə olduğunu bilmirəm. Yəni o bizə o kəşfiyyatçı olduğundan bizim xəbərimiz olmamışdı. Məsələn, o ermənilərin içinə girib çıxıb, o erməni dilini bilən bir insan olub, biz onu bilməmişik. Yəni heç vaxt yəni bu haqda işi barəsində evdə söhbət apardı. Yəni bunları sonradan olan onun əsgərləri, zabit yoldaşları şəhid olandan sonra söhbət açıb, ondan sonra biz bilmişik. O deyirdi ki, evdə söhbət aparırdı. Bu Polad Həşimovun şəhid olmasından sonra evdə söhbətlər aparırdı. O deyir ki, inşallah müharibə başlasın, gedirdilər, gəlirdilər, yəni bu təlimlərə. Bir gün qapıdan elə girdi içəri, mahnı oxuya-oxuya. Bir mahnı var, can alanlar can gedir yalmalar. O mahnını oxuya-oxuya. Elə bir ki, bir toya gedir. Bu insan elə bir toya, bir şadlığa, bir bayrama gedirdi. Yəni, qətiyyən qorxu yox idi. Hələ bir dəfə dedi ki, inşallah müharibə olsun. Mən onda deyəndə ki, bəs biz, ben narahat olma, dövlətimizdən oxudur. Yəni, bu insan hər şeyi gözə almışdı. Ondan ötəri əsas elə bir ki, o dövləti, milləti üçün, yəni, heç düşünmədən canını verən bir insan idi. Yəni, bu millət üçün düşünmədən, yəni, əsas onun üçün milləti idi, dövləti idi ki, və o hissəsini almışdı. Allah sizə güc, qüvvət versin.